Salam. Bugün sizinle istili effekti bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqları işləyəcəyik. İlk sualda deyilir ki, butanın yanma reaksiyasının istili effekti. Demək, biz butanın yanma reaksiyasını yazırıq. Biz bilirik ki, karbon yananda karbon qazı və su əmələ gəlir. Reaksiyanı əmsallaşdırdıqda həmişə hidrogenin yarısı tək ədəd olarsa, həmin maddənin qarşısına 2 yazırıq. 8, 20 hidrogen olsun, bura 10 yazırıq və oksigen qazına da 13 yazırıq. Deyir ki, bu reaksiyanın istilik effekti 3300'dür. Nə soruşur bizdən? Butanın yanma istiliyini hesabla. Birinci, reaksiyanın istilik effektini bölürük yananın əmsalına. Çünki yanma və əmələ gəlmə 1 mola görə tapılır. Bu da eləyəcək 1560. Sonra ikincidə nə deyir? Demək, ikincidə deyir ki, 825 kilojol istilik alınanda əmələ gələn karbon qazının həcmini tap. 825 kilojolda x litr karbon qazı. Biz bilirik ki, 3300 kilojol istilik ayrılanda alınıb 8 mol karbon qazı. Yəni 8 bölünmüş 14. Hesablasaq, buradan x də bərabərdir 44,8-ə. Demək, daha doğrusu bu 1650'dir. Yəni birinci cavabımız oldu 1650, ikinci cavabımız 44,8. İkinci suala baxırıq. İkinci sualda deyir ki, fosfor oksigenlər yandıqda. Yenə fosforun yanma təlini yazmalıyıq burada. Əmsallaşdırmalıyıq. Və deyir 31 qram yananda, özü deyir ki 31 qram yananda 750 kilojol istilik ayrılır. Bizim tənlikdə 4 mol fosfor yanır. Yəni 4 vur 31 yananda isə hər hansı bir Q ədədi, yəni istilik effekti alınır. Buradan Q bərabərdir. 750'də 4'ə vuranda demək eləyir 3000. Yəni bu reaksiyanın istilik effekti oldu 3000. Bizdən istilik effektini də soruşur, yəni bunu da soruşur. Bir də pH5'in əmələ gəlmə istiliyi. Biz bilirik ki, yanma və əmələ gəlmə istiliyi 1 mola görə tapılır. Yəni əgər pH5'in əmələ gəlmə istiliyini soruşursa, istilik effektini bölməliyəm pH5'in əmsalına. Yəni 3000'i bölməliyəm 2'yə. O da eləyəcək 1500. Yəni cavabımız birinci 3000'dir, ikinci 1500'dür. Üçüncü sualda yenə eyni reaksiya ilədir. Bizə deyir ki, yenə həmin tənlik verilmişdir. Fosforun istilik effektini bir də fosforun yanma istiliyini hesablayın. Qrafikdən nə görürük? 12,4 qram fosfor yanında 301 kilojol istilik ayrılır. 12,4 qram fosfordan 301 kilojol. Bunu özü deyir. Biz də baxırıq ki, bizim tənlikdə 4 mol fosfor yanıb. Yəni 4 vur 31, yəni 124 qram yanıbdır. Bu zaman ayrılıq istiliyi 3010'dur. Yəni Q-nü tapdıq. Fosforun yanma istiliyi dediyinə görə bunu böləcəyik fosforun əmsalına. İkincidə də olacaq 3010 bölünsün 2. Demək 3010'u da 2'yə böləndə, daha doğrusu 4'ə. pH5'in əmələ gəlmə desəydi 2'yə bölərdik. Fosforun yanması dediyinə görə 4'ə bölürük. Bu da eləyir 752,5. Birinci cavabımız 3010, ikinci cavabımız 752,5'dir. Dördüncü suala baxırıq. 4'də nə deyir? Biz bilirik ki, maqnezium lenti karbon qazı mühitində alovlanır. Yəni parlaq alovla yanır. Həmin tənliyi yazırıq olduğu kimi. Bizdən nə soruşur? Deyir ki, reaksiyanın istilik effektini hesablayın. Bu reaksiyanın istilik effektini necə hesablayacağıq? Bəsit maddələrin istilik effekti 0'a bərabərdir. Bunu bilirik. CO2'nin əmələ gəlmə istiliyi 393,5 veribdir. Maqnezium oksidində 1 molu 601,5'dir. Amma bizdə 2 mol olduğuna görə 2 vur 601,5 kilojol yazırıq. Və burada hər hansı bir istilik effekti Q ədədi vardır. Q-nü də tapmaq üçün bilirik ki, sağdan solu çıxmaqla tapılır. Yəni 2 vur 601,5 çıx 393,5. Demək, bunu da hesablasaq, bu eləyəcəkdir 809,5. Birinci cavabımız 809,5'dir. Cavab birinci 809,5.
İkincidə nə deyir bizə? A və B-ni tap. A nədir, B nədir? Buradan görürük ki, A maqneziumun yanma istiliyidir. Aha, bunun üçün biz maqneziumun yanma tənini yazmalıyıq. Və biz bilirik ki, əgər bizdə maqnezium oksidin demək əmələ gəlmə istiliyi 601,5-dirsə 1 molu. Onda belə çıxır ki, reaksiyanın istilik effekti olubdur 601,5 vur 2. Çünki buradakı Q ədədini onun əmsalına bölməklə tapıb 601,5-i. Yəni Q 601,5 vurulsun 2-dir. İndi nə soruşur bizdən? Maqneziumun yanma istiliyi. Yenə maqneziumun yanma istiliyi əslində maqneziumun əmələ gəlmə istiliyinə bərabərdir. Əmsalına görə deyə bilərik. Və yaxud da hesablasaq da Q bölü 2 kimi hesablayacağıq. Q'nun qiyməti dedik ki 601,5 vur 2-dir. 2-yə də böləndə elə olduğu kimi qalacaq. İkinci cavabımız 601,5 olacaq. Üçüncüdə də kömürün yanma istiliyini soruşur. Karbon plus oksigen alındı CO2 və əmələ gəlmə istiliyi reaksiyanın istilik effektinə bərabərdir. Çünki əmsalı eynidir, 1-dir. Və əmələ gəlməsində 393,5 verirdi. Yəni elə Q'nun qiyməti 393,5-dir. Bu həm əmələ gəlmə istiliyidir karbon qazının, həm də reaksiyanın istilik effektidir. Birinci cavabımız 809,5, ikinci cavabımız 601,5, sonuncu cavabımız da 393,5-dir. Dördüncüdə. İndi beşinciyə baxırıq. Metan tam yanan zaman 176 kilozu istilik ayrılır. Əvvəlcə metan yanma tənliyini yazaq. Əmsallaşdıraq. 3,2 qram yananda 176. Burada 16 qram metan yanıbdır. Əgər 3,2-dən 176 kilojul istilik ayrılırsa, bəs 16-dan nə qədər ayrılacaqdır? Biz bunu hesablasaq, demək, eləyəcək 880. 5-ə vururuq elə birinci. Yəni, reaksiyanın istilik effekti oldu 880. Sonra nə soruşur bizdən? İstilik effektini və əmələ gələn suyun kütləsini. İndi baxaq suyun kütləsinə. Biz bilirik ki, 16 qram metan yananda su alınır 2 mol, yəni 2 vur 18. Bəs 3,2 qram metan yananda nə qədər su alınacaqdır? Buradan da hesablasaq, 36-nı 3,2 vuranda eləyir 7,2 qram. Yəni bizim üçüncü cavabımız da, daha doğrusu ikinci cavabımız da 7,2 qram edir. Beşinci də birinci cavab 880-dir, ikinci 7,2 qram. Keçin indi 6-cı suala. 6-da nə deyir? C4H(X). Biz buradan X-i tapa bilərik. Necə tapacağıq? Hidrogen 8 dənə alınmışdır. Ona görə C4H8 olacaq və bu 1 mol verilib. Üzərinə gəl oksigen, alınır CO2 və su. Özü də hazır əmsallaşdırıb. Yergə də tapa bilərik. 12 dənə olduğuna görə oksigen qabağı 6-dır. Əmsalı 6-dır. Deyir ki, və burada istilik effektini özü göstərib Q-dür. Tənliyə əsasən 0,5 Q istilik ayrılan zaman yanan maddənin kütləsini tap. Burada Q istilik ayrılanda yanan maddənin kütləsi 56-dır. Əgər Q-nü yarıya bölüb Q bölü 2 deyirsə, artıq yanan maddəm də 28-dir. Birinci cavabımız 28 və yanmaya sərf olunan oksigenin həcmini. Yenə Q kilojol istilik ayrılanda 6 mol oksigen sərf olunmuşdur. Q bölü 2 olanda 3 mol oksigen sərf olunmuş olur. 3 mol oksigen də 67,2 litrdir. Yəni birinci cavabımız 28, ikinci cavabımız 67,2-dir. 6-cı sualda. 7-yə baxırıq. Etanın yanması zamanı. Yenə etanın yanma tənliyini yazmalıyıq. Əmsallaşdırırıq. Hidrogenin yarısı tək ədəd olduğuna görə buraya 2 yazırıq. Karbon qazına 4 yazırıq. Suya 6. Hidrogendəki 8, 6, 14. Oksigenə daha doğrusu 7 yazırıq. Deyir ki, 6 qram etan yananda 312 kilozu istilik ayrılmışdır.
Biz bilirik ki etanın biri 30'dur, 2 mol da 60'dır. Əgər 6-dan 312 ayrılıbsa, 60-dan da 3120 ayrılacaq. Yəni reaksiyanın istilik effekti olacaq 3120. İndi nə soruşur bizdən? Deyir ki, homoloji sırada CH2 qrupunun hər bir molunun yanma istiliyi 660'dır. Normal pentanın və heptanın yanma istiliklərini tapın. Demək, biz buradan baxırıq ki, etanın yanması zamanı alınan istilik 3120'dir. Etan, pentan və heptandan neçə CH2 qədər fərqlənir, onu tapmalıyıq. Biz bilirik ki, C2H6'nın demək, yanma istiliyi olacaq 2'yə bölünmüş formada. Yəni 1560 istilik effektini 2'yə böldüm. Və hər CH2 də 660'dır. Biz indi etandan gəlməliyik əvvəlcə pentana. Yəni C5H12'yə. Onda belə ki, 1560'ın üstünə gəlməliyəm. Bunların fərqi neçə CH2'dir? Təbii ki, 3 CH2'dir. Yəni C5H12'nin 3 CH2 qədər fərqlənir C2H6'dan. Hər bir CH2'də 660'dırsa, demək burada olacaq 3 vuraq 660. 1560 ilə 3 vuraq 660 hesablayanda bu eləyəcək 3540. Yəni birinci cavabımız 3540. Yəni pentanınki oldu 3540. İkinciyə baxaq. İkinci heptan deyir. Əgər 5 karbon 3540'dırsa, heptan da əlavə 2 karbondur da, 2 CH2'dir. 5-dən 7'yə. Hər CH2 də 660'dırsa, 2 CH2 də 2 vur 660'dır. 1540 ilə də 2 vur 660'ı toplayırıq. Bu da eləyir, daha doğrusu 3540 ilə. Və yaxud da 1560 ilə də istəyə bilərdik. Burada da eləyəcək cavabımız 4860. İkinci sualımız da 4860'dır cavabı. Səkkizinci suala baxırıq. Ardıcıl 2 reaksiya verilmişdir. Elə bunu burada ixtisar edə bilərik. T maddəsinin alınma tənliyini yazın və istilik effektini hesablayın. Burada 2x plus 2y alınır 2t üzərinə gələk Q1 plus Q2. T maddəsi dediyinə görə bunu 2'yə böləcəyik. T'yə gəlib çıxmalıyıq. Yəni 1 mol x ilə 1 mol y əmələ gətirir T'ni. Üzərinə gələk Q1 plus Q2 böl 2. Bu da oldu bizim reaksiyanın istilik effekti. Bu da reaksiyanın tənliyi. Keçirik indi 9-cu suala. 9'da nə deyir? Kalsium karbidin əmələ gəlmə istiliyi. Kalsium karbid əvvəlcə alınmasını yazmalıyam. 62,8'dir. Bizdə nə soruşur? Bərabər mol sayda götürülmüş 58 qram kalsium karbon və kalsium karbid. Demək kalsium var, karbon var, bir də kalsium karbid var. Bərabər mollarda götürülür. Və bu cəm 58 qramdır. 40, 12 və 64. 112 x edir. Bərabərdir 58'ə. X bərabər 0,5'ə. Mollarını tapdıq. Bizdə nəyə soruşur? İlkin qarışıqda maddələrin ümumi mol sayının cəmini. Hər biri 0,5'dirsə, onda belə çıxır ki, ilkin mol 1,5'dir. İkinci cavabımız olacaq 1,5. Birinci necə hesablayaq bəs? Deyir ki, ayrılan istilik miqdarını da tapın. Biz bilirik ki, kalsium 2 mol karbonla reaksiya girərək əmələ gətirir 1 mol kalsium karbid. Və hər birindən 0,5 mol var. 0,5 mol kalsium var, 0,5 mol karbon var. Bunlar 1'in 2 nisbətində girdiyinə görə biz kalsiumu tam işlədə bilmirik. Çünki 0,5 kalsium işlətsək gərək 1 molda karbon işlədək. Karbonda 0,5 moldur. Amma karbonu tam işlədə bilərik. 0,5 mol karbon ilə yarı qədər 0,25 mol kalsium işlədirik. Kalsiumdan 0,25 artıq qalır. Və bunun müqabilində də nə qədər kalsiumsa o qədər də kalsium karbid alırıq. Bu da eləyir 0,25 mol.
Yani 16 qram. Çünki kalsium karbonat 64'dür. %25 molu da 4'də 1'dir. 16 qramdır. Ne soruşur bizdən? İstiliyi soruşur. Hə. Demək biz buradan görürük ki, reaksiyanın istilik effekti 62,8'dir. Yəni 64 qramdan 62,8 kilojoule istiliyi ayrılır. Amma bizdə 64 qram yoxdur axı. Bizdə 16 qram kalsium karbonat var. 16 qramdan isə x. Bunu da 4'e bölse 4x beraber 62,8'e. X de beraberdir 15,7'ye. Yani birinci cevabımız 1,5'dir. Daha doğrusu 15,7'dir. İkinci cevabımız 1,5'dir. 10. suala baxırıq. 10-da nə deyir? Silisium dioksidin flört-düslər reaksiyasından. Bunu yazaq, əmsallaşdıraq. Və deyir ki, sərf olunan maddə eyni kütlədə götürülür. Birindən 60 qram qalır, digəri tam sərf olunur. Biz bilirik ki, silisium molekülünün kütləsi 60'dır, H-flor 20'dir, 4 molda edir 80. Əgər bunların hər birini 80-80 götürsəm, onda bu tam sərf olunacaq. Amma silisium molekülündən 20 qram artıq qalacaq. Bizə 20 qram demir, 60 qram deyir. Demək, hər bir şeyi 3 dəfə artıq götürüb. Artıq silisium molekülünü tənliyə əvvəlcə yazaq. Silisium molekülünü 1 mol yox, 3 dəfə artıq 3 mol. Flört turşusunu 1 mol yox, 4 dəfə artıq 12 mol. Eləcə də bu zaman alınacaqdır 1 mol yox, 3 mol. Yəni 3 dəfə artıq. Suyu da 2 mol yox, 3 dəfə artıq, yəni 6 mol alacaq. Gəlin baxaq. Silisium molekülü 60'dır, 3 mol eləyir 180. Florit turşusun demək 20'dir. 12 mol olacaqdır 240. Bunun hər birini eyni kütlə 240 götürsək, florit turşusu tam sərf olunacaq. Silisium molekülündən 60 qram qalacaq. Yəni bunun dediyinə biz gəlib çıxdıq. Bizdən nə soruşur? Reaksiya qrafikinəsindən ayrılan istiliyi hesablayın. Və reaksiyanın istilik effekti 188'dir. Demək biz birinci reaksiyada yazmalıyıq ki, reaksiyanın istilik effekti 188. Amma burada 3 dəfə artıq götürüləcək. Çünki hər bir şey 3 dəfə artıq götürülmüşdür axı. Yəni 188 vur 3. O da eləyir. Demək 188'i 3'ə vuranda 564 deyilir, səhv etmirəmsə. 188 vur 3. Bu reaksiyanın istilik effektidir. Bizdən nə soruşur? Tənliyi yazın, əmsallaşdırın, yazdıq, əmsallaşdırdıq və ayrılan istiliyi də kilojoule hesablayın. O da eləyir 188 vur 3 və yaxud da 564. İndi 11-ci suala baxırıq. Sinkesin tam yanma reaksiyasının tənliyini yazın, əmsallaşdırın. Sink S oksigenlə yananda bilirik ki, sink O və SO2 verir. Əmsallaşdıraq. Yazın, əmsallaşdırın. Reaksiyanın istilik effektini hesablayın. Sinkesin əmələ gəlməsi 200'dür. 2 mol olduğuna görə 400 yazacağıq. SO2 də 300'dür. 2 mol olduğuna görə 600 yazacağıq. Sink O da. Daha doğrusu sinkes 200'dür. 400 buraya yazırıq. Sink O 350'dir. 2 mol olduğuna görə 700 yazırıq. Bəsit maddənin 0'dır və burada bir Q ədədi var. Yəni ayrılan istilik miqdarı və yaxud da istilik effekti. Bu istilik effekti necə tapırıq? Sağdakilərin cəmindən soldakilərin cəmini çıxırıq. Yəni 700 plus 600'dən çıxacağıq 400'ü. Bu da eləyəcək 900. Cavabımız 900 oldu ikinci sual, ikinci cavabımız. İndi 12'ye baxırıq. Deyir ki, reaksiya verilibdir. Karbon qazının kütləsi oksigendən 1 qram çoxdur. Gəlin əvvəlcə baxaq. Burada oksigen 32 vur 4, 128'dir. Burada isə 44 vur 3, 132'dir. Burada kütlələr fərqi 4 qramdır. Amma 4 yox, 1 qram olması üçün hər bir şeyi 4'ə böləcəyik. Yəni artıq CH4 1 mol yox,
0,125 götürəcək. 4 dəfə az. Oksijeni yenə 4 mol yox, 1 mol götürəcəyik. CO2'ni də 3 mol yox, 3/4 götürəcəyik və ya 4/4 və ya 0,75. Suyu da yenə 2 mol yox, 4 dəfə az, yəni 10/5 götürəcəyik. Bizə deyir M-i də tap. M bunların fərqi idi. 1 mol oksigen eləyir 32 qram. CO2 isə demək 3 mol. Demək CO2 44-dür. 44-ün 4-dən 3-ü 33 eləyir. Bunların kütlələr fərqi doğrudan da 1 qram edir. Sonra nə soruşur bizdən? Deyir, burada propilin yanmasının ayrılan istiliyi tapın. Biz bütün əmsalları 4-ə böldüyümüzə görə reaksiyada verilən istilik effektini, yəni 1560-ı da 4-ə bölmüş olacağıq. 1560-ı da 4-ə bölsək, demək bu eləcək 390. Bu da bizim cavabımız. 12-ci sualda reaksiyanın tipi. Burada alınır natrium sulfat, daha doğrusu barium sulfat və demək natri xlor. İki duz arasında gedən reaksiyadır. Çöküntü alındığına görə reaksiya axıra qədər getmiş sayılır və iki duz arasında gedən reaksiyanın içərisində iki başqa duz əmələ gəlir ki, biz buna deyirik mübadilə və ya dəyişmə. Burada bir bəsit bir mürəkkəb maddə reaksiya girmişdir. Biz buna deyirik əvəz etmə. Bir bəsit bir mürəkkəbdə alınıbdır. Bu reaksiyada isə əmələ gəlir dəmir 3 hidroksid. Biz buna deyirik dəmirin paslanma reaksiyası və bu da birləşmədir. Demək, birinci oldu mübadilə və ya dəyişmə, ikinci oldu əvəz etmə, üçüncü oldu birləşmə. 14-ə baxırıq. 14-də nə dedik? Cədvəli tamamlayın. Hidrogenin yanma istiliyi. İstilik effektini böləcəm hidrogenin əmsalına. 484-ü 2-yə böləndə 242 eləyir. Sonra burada deyir ki 5-16'da hidrogen yanmasından ayrılan istilik. 44-8-dən əgər 448 alınıbsa, demək 14-də 44,8 litr hidrogendən alınıbdır 484 kilojoule. Bizdən 5,6 deyir. 5,6. Bundan da x. Bunu hesablayırıq. 484'də 8'ə bölürük. Amma cavablarda arxada demək burada 11,2 ilə hesablayır. Yəni 11,2 litr nə qədər kilojoule əmələ gətirir? İxtisar edirik. 4,4'ə bölündə 121 edir. Yəni cavabı 121 götürübdür. Ona görə burada 11,2 hidrogen olmalıdır. 72 qram su əmələ gələndə ayrılan istilik. Burada 36 qram su alınıbdır. 4,4'də istilik əmələ gəlibdir. 72 qram 36'nın 2 mislidir. Ona görə 4,4'ü 2'yə vuracaq. 484 vur 2 və yaxud da belə yazaq. 36 qram sudan 484 kilojoule, 72'də x. X də bərabərdir elə bu ifadəyə. 484'də 2'yə vuranda 968 eləyir. Yəni cavab 968. 15'ə baxırıq. C3H6 və C2H6'nın yanma reaksiyasını yazmalıyıq. Əvvəlcə C3H6'nı yazaq. Və bunu əmsallaşdıraq. Demək 12, 18, burada 9 yazırıq. İndi bizə nə soruşun? Bizə deyir ki, yanma istiliyi 2060'dır. Yəni burada hər hansı bir Q ədədi olubdur. Və həmin Q ədədin yananın əmsalına böləndə 2060 tapıbdır. Onda biz reaksiyanın istilik effektini rahat tapa bilərik. Reaksiyanın istilik effekti olacaqdır 2060 vur 2. Yəni 4120. 4120 artıq bu Q'nun qiyməti olacaq 4120. Bunu tapdıq. Nə soruşur bizdən?
Deyək 103 kilojul ayrılanda x mol CO2 alınmışdır. Bax yazıram. 103 kilojulda x mol CO2. 4120'də isə CO2'nin molu 6'dır. 6 mol CO2. Biz bunu hesaplasaq, demək bu da eləyəcəkdir 0,15 mol CO2. Cavabımızın biri budur. İkincidə etanın yanma tənini yazırıq. Və deyir ki, etanın yanma istiliyi 1560'dır. Yenə burada bir Q ədədi var, istilik effekti var. Və həmin Q ədədini 2'yə böləndə tapmışıq 1560. 1560'ı da 2'yə vursam eləyir 3120. Yəni bu reaksiyanın istilik effekti olacaqdır 3120. Q'nun qiyməti. Nə soruşur bizdən? 0,4 karbon qazı alınanda Y kilozol. Yazırım 0,4 CO2'də Y kilozol. Bəs 4 mol CO2'də axı 3120 alınır. Bunu hesaplasaq o deyəcək 312. Cavabımızın ikincisi olacaq 312. 16'ya baxırıq. Asilen yanında, yəni asilen yanma tənini yazırıq. CO2 və su əmələ gəlir. 11-2'dir yanında, kənarda yazırım. 11-2'dir yanında 650 alınır. 2 mol da yəni 44,8'den reaksiyanın istilik effekti alınır. Buradan Q bərabərdir. 4'ə vuranda 2600. Yəni istilik effekti 2600'dür. Sonra nə soruşur? Asilen yanma reaksiyasının istilik effektini, tapdıq istilik effektini və asilen yanma istiliyini. Asilen yanma istiliyi asilen əmsalına böləcəyik. Yəni Q'nu böləcəm 2'yə. Yəni 2600'ü 2'yə böləndə bu da 1300 edir. 16'cı saldı. 2600 və 1300. 17-ci suala baxırıq. Bizə deyir ki, asilen hidrogenləşəndə etilinlə alınır və 45 kilokalori üstəlik ayrılır. Demək biz əvvəlcə nə etməliyik? Əvvəlcə bu reaksiyanı açıq şəkildə yazmalıyıq və hər bir enerjini də üstündə yazmalıyıq. Məsələn, birinci ilə asilen tənini yazaq. Üzərinə gəl hidrogen rabitəsi. Yəni hidrogenlər arasında rabitəni çəkirəm. Hidrogen. Bu zaman 1 mol hidrogen gəldiyinə görə əmələ gəlir etilin. İndi baxaq istilik effektinə. 3 qat rabitənin enerjisi 200'dür. Hər CH rabitəsi də 100'dür. Ona belə çıxır ki, asilen olacaq 400. Bizdən HH rabitəsini soruşur. Yəni buna X yazıram. İndi buna baxaq. Burada da 2 qat rabitəni götürüb də 150. CH-lar da 100. 1, 2, 3, 4, 400. 150 da bu. 550. Və plus hər hansı bir istilik effekti Q. Onu verib 45. İstilik effektinin qiyməti var. 45. Biz bilirik ki, bu tərəfin cəmi, demək bunu hesablayaq. Burada X necə tapılacaqdır? İstilik effekti bərabərdir. Bu istilik effekti biraz darıskal yerdə yazmışam. 550. Etilen istilik effekti bu reaksiyanın istilik effektidir. 45 bərabərdir. Sağdakilərdən soldakilərə çıxmaqla tapılır. Demək 550'dən çıxırıq 400 plus X-i. Bunu da hesablasaq eləcə 105. Bu X burada gördüğümüz gibi hidrogen arasında olan rabitənin enerjisi oldu. Ama bizdən başka şey soruşur. Yəni bunu soruşur. Bunu tapdıq. Birinci oldu 105. İkinciyə baxırıq. İndi bu səfər asilen 2 mol hidrogenin reaksiyasını yazacağıq. Yenə asilen yazırıq. Üzərinə gəlir hidrogen arasında rabitə və bunu 2 mol verir. Əmələ gəlir etan.
reaksiyanın istilik effektini tap. Bura bir 2 qoyub 3-ünü soruşur. Biz bunu bayaqlarım hesabladıq ki, bu 400'dür. Bu da burada da yazmışıq 400. HH rabitəsini hesabladıq, tapdıq 105'dir. 2 moluna görə 2 vur 105. Bunu da hesablayacaq. Təkratlar olacaq 185, SH-lar da olacaq 100. 6 dənə də SH olduğuna görə bu olacaq 685. Demək 17-ci sualda cavabımız bu 685'dir. 2 də bərabərdir. 685'dən çıxaq. 400 plus 2 vur 105. Bunu da hesablasaq 2 bərabərdir 75. Çünki bu 610 edir. Çıxanda da 75. Yəni birinci cavabımız 105, ikinci cavabımız 75. İndi 18'ə baxaq. 18'də nə deyir? Kalsiumun yanma reaksiyası. Bunun üçün kalsiumun oksigenlə reaksiyasını yazmalıyam. Yanma reaksiyasının istilik effekti 1280'dir. Aha, istilik effekti dediyinə görə biz həmin ədədi elə burada yazırıq. Sonra nə deyir? 5.6 litr oksigen sərf olunanda, aha yazıram, 5.6 litr oksigendə x kilojol. 1 mol oksigen sərf olunur. Yəni 22.4 sərf olunanda da 1280 ayrılmışdır. Buradan da x bərabər 320'ye. Birincini tapdıq, x'i tapdıq. Y-ni necə tapacaq bəs? Deyir ki 640 kilojol istilik ayrılarsa 640 bunun yarısıdır da. Bunu da yarı götürəcək. Yəni 11/2 eləyəcək. Y olur 11/2. Amma yenə də yazaq. 640 kilojola x litr oksigen, 1280 kilojola isə 22.4 litr oksigen sərf olunur. X də bərabərdir 11/2 litr oksigen. Bu da bizim Y-imiz daha doğrusu. 18'i də yazdıq. İndi keçirik 19-cu suala. 19'da nə deyir? Reaksiya vermişdir. P-xlor3 ilə P-xlor5'in əmələ gəlmə istiliyini tapın. Əgər maddə, yəni P-xlor3 görürük ki, bəsit maddələrdən alındığına görə bunun əmələ gəlmə istiliyini çox rahat tapa bilərik. Reaksiyanın istilik effektini böləcəm onun əmsalına. Yəni P-xlor3'in əmələ gəlməsi olacaq 560 bölü 2. Bu eləyir 280. İndi P-xlor5'in əmələ gəlməsini hesablayaq. P-xlor5 əmələ gəlməsi üçün P-xlor3 xlorla reaksiya girir. Əmələ gəlir P-xlor5 və istilik effektində 87 veribdir. P-xlor3'ü burada tapmışıq. 280'dir. Bu 0'dır. P-xlor5'e də x yazacağız. Çünki bunu da axtarırıq. Buradan x nəyə bərabərdir? Demək, x'i tapanda, yəni sağda, daha doğrusu x'i tapmaq üçün nə edirik? Əvvəlcə biz bilirdik ki, reaksiyanın istilik effekti nəyə bərabərdir? Sağdan sola çıxmaqla tapılır. Yəni 87 bərabərdir. X çıx 280. Buradan da x bərabərdir 367'ye. 19'da ikinci cevabımız 367 oldu. 20'ye baxırıq. 4.8 qram 2 valentli metal yananda. 2 valentli metal oksigende yananda təbii ki XO əmələ gəlir. Və deyir ki, alınan oksigen əmələ gəlmə istiliyi 610'dur. Demək, buradakı künü 2'ye bölməklə 610 tapır. Çünki oksigen əmsalı 2'dir. Onda belə künün qiyməti 1220'dir. 2 oldu 1220. Bunu tapdıq. Sonra nə deyir? 4.8 qram 2 valentli metal 122 kilojoula istilik ayrılır. Deyirik ki 4.8 qramından 122 ayrılırsa 1220'dən də x qram. Bunu hesablasam bu olacaq 48 qram. 48 qram 2 metalın birlikdə kütləsi, yəni 2x'in payıdır. Onda metalın emeri bərabər olur 40'a. Yəni daha doğrusu 24'ə. 2x 48'dirsə x də olacaq onun yarısı, yəni 24. Sonra nə soruşur bizdən? Metalın nisbat atom kütləsini tapdıq bunu 24. X'in nisbat atom kütləsini tapdıq bunu və sərf olunan oksigen molunu. İndi oksigen molunu necə tapacağıq? 1220 istilik effektidir və oksigen molu 1 mol, yəni 22.4'dür. 122'də də 10 dəfə az, yəni 2,24 olacaq. 20-ci sualda molla soruşur. 2,24'də 1 mol deməkdir. Və yaxud da belə də yaza bilərik. 1 mol oksigen girəndə 1220 kilojoule istilik ayrılır. 2 moldan 122. Çünki bu deyir ki 122 ayrılmışdır.
X bərabər 10'da 1'ə. Yəni 20-ci sualda bir cavabımız 10'da 1, digəri 24 oldu. 21 çox rahatdır. Deyir ki, karbon qazı 5.6'dır. Biz bilirik ki, karbon qazı 22.4'dür də 1 moldur çünki. 5.6 verirsə demək 4 dəfə azaldıbdır. Onda biz hər şeyi 4 dəfə azaldacağıq. Suyun kütləsi burada 36'dır. 4 dəfə azalanda olur 9 qram. X oldu 9. İstilik effektinə 880 verir. Yəni 4 dəfə azaldacağım. 220. Yəni X və Y tapdıq. 22-ci suala baxırıq. Deyir ki, tam yanmaz zamanı ayrılan istilik miqdarı 40 kilojoldur. Kütləsi 19.4'dür. Yanma istiliyi 400'dür. 200'dür. Yanma istiliyi 200'dür deyirsə, demək, çünki yananın əmsalı 2 imiş. 2'yə bölüb 200 deyir. Onda belə çıxır ki, istilik effekti 400 olacaq. Sonra nə soruşur? X elementinin kütləsini tapın. Özü deyir ki, 19.4 qram yananda 40 kilojoul istilik ayrılır. Bax yazırıq. 19.4 qram XS yananda demək nə qədər ayrılır? 40 kilojoul. Bizə lazımdır 400 kilojoul ayrılan nə qədər XS yanıbdır? 400'də, yəni bunu 10 dəfə artırıbsa, onda artıq 194 qram XS olacaq. Əgər XS bərabər 194-dürsə, daha doğrusu 2XS var, əmsalı 2'dir. Onda XS bərabərdir 194'ün yarısı. Demək, bu eləyəcəkdir. Daha doğrusu X demək 19.4 qramdan 40 kilojoldan 19.4'dür. 2XS bərabərdir 194'ə. Yəni 2x plus 64 bərabər 194'ə. Bunu da hesablasaq 130 eləyəcək. 2x bərabər 130, x də bərabərdir 65. Bu sink metalıdır. Nə soruşur bizdən? Reaksiyanın istilik effekti. Reaksiyanın istilik effektini lap başdan tapmışıq. 400'dür. Və x'in kütləsi onunla indi tapdıq 65'dir. 23-cü suala baxaq. CH5OH-ın yanma reaksiyasının istilik effektini hesablayın. Əvvəlcə CH5OH-ın yanma reaksiyasını yazaq. Karbon, 6 hidrogen, oksigen də demək 4, 3, 7 dənədir. Biri buradadır, bura 3 yazırıq. Deyir ki, CO2'nin əmələ gəlmə istiliyi A-dır. Amma əmsalı 2 olduğuna görə 2A yazacağım. Suyunki B-dir. 3 olduğuna görə 3B yazacağım. CH5OH-ınki C-dir. Və bizdən istilik effektini soruşur. İstilik effektini tapmaq çox rahatdır. Sağın cəmindən solu çıxırıq. Yəni 2A plus 3B-dən çıxacağım C-ni. Bu oldu istilik effektinin qiyməti. Və yanma istiliyində soruşur. Yanma istiliyi yananın əmsalına bölməklə tapılır bu Q-nin qiymətini. Burada da xoşbəxtlikdən yananın əmsalı 1 olduğuna görə elə istilik effekti əmələ gəlmə istiliyinə bərabərdir. Yəni hər ikisi 2A plus 3B minus C düsturu ilə tapılacaq. İstilik effekti bu qədər. Şərhlərdə İraq və təkliflərinizi gözləyirəm. Hansı suallar görmək istəyirsinizsə, hansı kitabdan, hansı tipdə suallar görmək istəyirsinizsə, şərhlərdə zəhmət olmasa qeyd edin. Kanala abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.